Yazıya pozu yoxdur deyirlər. Yaxşı ya pis, nə yazılıbsa qalasıdır. Bəhs etdiyimiz mövzular günümüzün yazılarıdır. Gəlin birgə yozaq, həqiqətə daha yaxın olaq. Salam əziz izləyicilər, xoş gördük. Bugünkü qonağım tanınmış hərbi jurnalist Rahib Qəribdir. Rahib bəy, xoş gördük. Xoş gördük. Nə var, nə yox, necəsiz? Salamatçılıq daimi və ənənəvi cavab olaraq hər şey yaxşıdır hələ ki. Mən bilirəm, siz həmişə nikbin əhval-ruhiyyədəsiz. Olmağa çalışıyorum. Çünki həyatınız da o qədər keşməkeşli olub ki, hər sınaqdan, necə deyərlər, keçmisiniz, çıxmısınız və bu sizi həm mətinləşdirib, həm sürprizlərə, necə deyərlər, hazır eləyib. Elə şeylər var ki, siz onları yazırsınız, danışırsınız, sonradan müəyyən söz-söhbətə səbəb olur. Gəlin elə bu barədə danışaq. Məncə söz-söhbətə deyil, deməyək, müzakirələrə səbəb olur. Bu da ürək asandır. Yəni, bəzi adamları qıcıqlandırır, sizin yazdıqlarınız. Sınaq məsələləri dediniz, o sınaqlardan, indi elə hesab edirsə, mən özüm də bəzilərini sınaq hesab edirəm. Onlardan uzaq çıxmağımdan çox rahatam. Yaşadığım bu yarım əsr həyat müddətində və o məsələlər deyirsiniz, hələ çoxum, məsələn, konkret deyə bilərəm ki, çoxum mən demirəm. Elə şeylər var ki, ona görə demirəm ki, hələ ki, onlar həllin gözləyir. Yəni, bugün onun məqamı deyil. Amma bəzi məsələlər var, vaxtı keçib də, o müddəti də çıxıb bəzi məhsulların üstündə yazıldığı kimi. Mən onları müddəti çıxandan sonra deyirəm və buna görə çox peşmanam. Müddətində, vaxtında, zamanda demək lazımdır. Onlardan biri də Azərbaycan mətbuatının bərbad vəziyyətdə olmasıdır. Bu da, bilirsiniz necədir? Bir məsələlərdə hamı əlaqədar təşkilatlar ifadəsi var da, onu axtarır. Bizim mətbuatın başında əlaqədar yox, hətta yaxşı qədər də olmayan əlaqədar adamlar oturub. Konkret adlarını çəkə bilərəm. Əflatun Amaşov məsələn. Adam həyatı boyu bir məqalə yazmadan ənənəvi klassik kommunist qəzeti adlanan, indi Xalq qəzeti adlanan Xalqın qəzetinin başında durur və onunla bağlı bir məsələlər olub və özümü haqlı hesab edirəm orada. Adam Xalq TV deyə əvvəla qəzetin tərcüməsində televiziya açmazlar. Qəzetçiliyi davam edirlər və qəzetçi olarlar. Qəzet qalımlı və daha tarixi yaşadan bir mətbu orqandır, mətbuat növüdür. Orada televiziya nəyə lazımdır? Üstə gəldi, ondan incidim ki, və haqqım var, televiziya təcrübəsi olan, montajında, operatorluğunda, müəyyən rejissorluğunda bəzi məqamların bilən və zaman-zaman təcrübə toplayan, o sadə təcrübə toplayan bir jurnalist kimi məni nəinki o məsələni xatırlatmaq, nəinki dəvət eləmək, o məsələni mənə xatırlatmadan fəaliyyət göstərən mətbuat rəhbərinə mən böyük şübhəm var. Yəni, sizə təklif olunmamışdı da o vaxt? Qətiyyən. Qətiyyən, halbuki mən o televiziyanı, əgər televiziya yaradırdısa, böyük vəsait ora xərcləndi. Yəni, sözünüzü bağlanan kəsin, və o televiziya qəzetin ümumi büdcəsinə də böyük problemlər yarattı. Nəsə, bunlar gəlin belə eləyək. Yox, gəlin belə eləyək. Yox, siz o qəzetdə çalışırdınız deyə, yəni qanuna uyğun görürdüm də mən təklifi. Təbii ki, mən o qəzetdə biri var kənarda olmaydınız, təcrübəmə, bacarığıma uyğun olmayan bir işdə korrektor işində çalışırdım. Halbuki o işdə mən Yardımlı rayonu Kommunist Partiyasının orqanı olan Yenikənd qəzetində 1985-ci ildə çalışmışam, 87-ci illərdə. Və Rus mətbuatında, orduda böyük bir hərbi dairənin qəzeti, Dalina Vostocnaya Uzaq Şərq Keşikçisi qəzetində yenə də orada o işləri bir yerlərdə görmüşəm. Düzdür, linotip maşında çalışırdım mətbəədə, amma korrektura işlərində də müdaxilələr eləyirdim. Çünki yazılar hamısı mənim əlimdən keçirdi. Bəzən də özünü tərifləmək olmasın, müəyyən səhvləri orada tapıb düzəldirdim. 85-ci illarda 2025-ci il belə deyir, 26-cı il artıq çalışmırdım orada, hara. Belə şeylərdən biraz gilə-güzarlı və haqlı şəkildə narazı qala bilərəm, mənə elə gəlir. Ki, mən korrektor işləyə, mənə orada normal bir iş təklifi olunmadı. Yazdığım məqalələr gecikirdi. Yazdığım məqalələrə, məsələn, biriləri oradan-buradan copy-paste deyirlər də, İngiliscədə köçürüb bir yerlərə qoymaq işi ilə məqalə ortaya çıxardanda, mən onu beynimin süzgəcindən günlərlə keçirtdiyim məqalələrin içində bəlkə də görmürsünüz, qələbə uzaqda deyil, hələ bizim qələbəmiz yox idi, müharibə də başlamışdı. Onlarla məqalələrim var. Qəhrəmanlar haqqında, ordunun inkişafı haqqında, müdafiə sənayesinin inkişafı haqqında, müdafiə sənayesinin qazandığımız 2020-ci ildə qələbəyə doğru aparan fəaliyyəti haqqında və bu məqalələr də bəzən növbəyə dururdu, bəzilərimiz bir yerlərdə növbəyə duran kimi.
Və bunlar məni incidirdi. Zamanı gəldi, mən baxdım ki, rəhbərlik məni bir peşəkar kimi qiymətləndirmir və mən orada elə yerlərdə heç vaxt qalmamışam. Və şükürlər olsun ki, Xalq qəzetinə qədər elə yerlər çox az olub. Bir Real TV idi, oradan da elə demək olar ki, o şəkildə çıxdım. Baxdım ki, orada mənim fəaliyyətim... Təzə yaranan vaxtı. Qısa müddətdə işlədim. Bəli, yaranışından mən orada fəaliyyət göstərmişəm və bəzən də dostlar zarafat yana deyirdilər ki, o R hərfi bildiyi nədir, Rahib TV-də səsim o qədər efirə çox gedirdi ki, deyirdilər Real TV, o Rahib TV-də, deyirdim, elə şey deməyin, rəhbərin xoşuna gəlməz, mən elə şeylər xoşlamıram. Yəni, o qədər belə ciddi fəaliyyət göstərdim. Sonra da baxdım ki, faydalı deyil fəaliyyətim. Nə özüm üçün, nə də Real TV üçün faydalı görünmədi. Və uzaqlaşdım. Deməyim odur ki, mən bir yerlərdə fəaliyyət göstərəndə, orada faydasızlığımı, bir yerlərdə qiymətləndirilmədiyimi görəndə həmən uzaqlaşıram. Mətbuata gəldikdə, mən biraz fərdi, şəxsi məsələlərlə bağlı bir xeyli söhbət elədim. Düşünürəm ki, faydalı söhbət elədim, artıq söhbət eləmədim və bu söhbətim də bir şeylərə vəsilədir. Ona vəsilədir ki, mətbuatımız bərbad haldadır. Bu günlər birdən-birə kiminsə yadına düşüb ki, aparıcılar hamısı belə aparıcı deyilmişdi. Bunlar hamısı tamada imişlər, meydangir imişlər, nə bilim, masabəyə imişlər. Görmürdünüz siz bunları, bunların danışıq qabiliyyətini, bunların lüğət ehtiyatını, bunların insanlara, cəmiyyətə münasibətin, bunların efirə çıxartdığı adamların Yox, illərdir aşına-aşına gedir, indi yadınıza hansı düşüb. tipajları cəmiyyətə təqdim eləyirlər, hansı tipaj, mən tipaj deyirəm onlara, onların qəhrəmanları hamısı tipajlardır. Yəni birinin belə deyək də humoristik hekayəsinə, nə bilim satirik hekayəsinə, bir əsərə mənfi qəhrəman olacaq adamlardır. Bunları necə çıxardıb cəmiyyətin qarşısında güya o cəmiyyət olaraq baxıb ağıllanacaq? Əksinə, bəziləri üçün o adi hal hesab olunur, hesab olunmağa başlayır. Ailə institutları dağılır, ailə mədəniyyətimiz dağılır. Bir yerlərdə ona baxıb da o hərəkətin sıradan bir hərəkət olduğunu düşünənlər olur və ciddi şəkildə cəmiyyətin degradasiyasını aparır. Ciddi şəkildə cəmiyyətin belə deyək də ailəsinə, ətrafına, övladına münasibətində mənfi hallar yaradır. İndi düşünün, birdən-birə ortaya çıxıb ki, məlum olub ki, bizim efirlərdə normal aparıcı yoxdur. Belə də demək olmaz, mən elə hesab eləmirəm. Normal aparıcılar var və onların əksəriyyəti də uzaqlaşdırılıb. Məsələn, bəzən kimlərinsə bəyənmədiyi, elə mənim də bəzi məqamlarda tutaq ki, yanlış, səhv ifadələrin, münasibətlərin, yanaşmaların gördüyüm Kamran Həsənli. Adam normal şou proqramlar falan aparmaq işi sizi maraqlandırırsa, ən yaxşısı o idi. Çünki o şoun içində ancaq düşük, belə deyək də yaramaz, qurşaqdan aşağı, belə faydası olmayan zarafatlar, mübaliğələr, belə deyək, misallar da deyil. Kamran tarixi gözəl bir tarixi faktları qatırdı o işin içinə, ədəbiyyatı qatırdı o işin içinə, Azərbaycan yaxın tarixini qatırdı o işin içinə və şoumen olaraq həm də cəmiyyətə bir maarifləndirici təsir eləyə bilirdi. Bəli. Və onlarla belə misallar və şəxslərin adını çəkə bilərəm. Kənarda qalan, uzaqlaşdırılan, amma fəaliyyət göstərənlər də var. Deməyim nədir? Bu, bəzi şeylər var ki, məsələn, qatıq bilir ki, ağdır da. İndi bizim o əlaqədar olmayan, əlaqədar adamlar qatığa nəinki qara deyir, nəinki qapqara deyir, qatığa artıq zil qara deyərək yüzümüzə dururlar. Çox təəssüf. Yəni, qatığın ağlığı haqqında biz mübahisə apara bilmirik artıq. Fəlakət budur. Bir yanaşmalar artıq ChatGPT deyirlər, Google deyirlər, nə deyirlər, jurnalistlərin az qala 50-60% onunla fəaliyyət göstərir, robot. Bir yerlərdə fərdi şəkildə də çıxış eləmişəm, bir platformada, sosial şəbəkələrdə. Mən jurnalistika fakültəsinə Bakı Dövlət Universitetində deyil, o vaxt Azərbaycan Dövlət Universiteti adlanırdı. Hələ biz sənədləri verərkən, sənədlərimizi o şərtlə götürürdülər ki, heç olmasa 10-15 dənə əlimizdə məqaləmiz olsun. Bəli. Biz onu bir yerlərə, hətta o məqalənin özündə əlavə olaraq redaktor təsdiqləyirdi, möhür vururdu ki, bu hardasa oradan-buradan kəsib düzəltməyib. Yəni, bu realdır filan. Mailə Muradxanlı mərhum, rəhmətli Qulu Xəlilov və rəhmətli İşir Məmməd Hüseynovun oturduğu digərləri də var idi orada. Onları amma mən o vaxtlar birilərin eşitmişdim, tanıyırdım. Çünki mən 3-cü dəfə, artıq 4-cü dəfə daha doğrusu əsgərlikdən sonra imtahan verirdim jurnalistika fakültəsinə. Əl çəkmirdim ki, mən burada oxumalıyam və bu da biraz da yarı gülməli olsa da mən ora imtahan verəndə artıq Yardım rayonu Yeniçənin qəzetində radio informasiya şöbəsinin müdiri idim.
və məqalələrim çıxırdı ardıcıl. Yəni o vaxtın da belə kəm işləri var idi ki, bəlkə də imtahansız bir üstünlüklə məni qəbul edə bilərdilər ki, 4 il get-gəl olmasın. Uzun illər hərbi jurnalist kimi çalışdınız və yeri gəlmişkən ehtiyatda da olan mayorsunuz. Mülki fəaliyyətin ardından siz ASTV-də hərbi veriliş aparırdınız. Ondan sonra Müdafiə Naziri şirkətində olan... ASTV-də mən səhər proqramından televiziya fəaliyyətini demək istəyirsiniz. Xoş gördük səhər proqramından. Ondan sonra ant verilişini aparırdınız, yadımdadır ki. Ant proqramı. Ondan sonra da daha çox uzun müddət onun ardında... Tərxis olunandan sonra Marş hərbi layihəsinin rəhbəri olmuşam. Müdafiə Nazirinin o sənədli filmlər Kino Telestudiyasının baş redaktoru qismində çalışdınız uzun illər. Oradan da təqaüdə çıxanda siz artıq ANS-də davam elətdirdiniz həmin verilişi Marş proqramı. Marş hərbi vətənpərvərlik layihəsi ilə, bəli. 2017 il 18-də artıq siz fəaliyyətiniz ANS daha doğrusu bağlanandan sonra oradakı o veriliş də dayandı məlum səbəbdən. Sonra qısa müddətdə Realda işlədiniz. Realdan da sonra Xalq qəzetində sizə təklif olundu. Belə deyək, o müəyyən... Daha doğrusu bir təklif olunmadı. Mən özümü təklif elədim. Hə, bəli. Və ailə vəziyyətimlə bağlı açığı... Onda Həsən Həsənov idi başladı. Bəli, Həsən Həsənov, Həsən müəllim. Yəni onun dövründə 3-4 il işlədiniz. Bəli, və düşünürəm ki, və hiss edirdim ki, o məndən faydalandığından və mənim orada normal fəaliyyət göstərməmdən ləzzət alırdı və kollektivdə də dəfələrlə xatırladırdı. Korrektor olmağıma baxmayaraq ardıcıl məqalələr yazırdım və dediyim ki, o məqalələr hamısı mənim beynimin məhsulu idi. İllərlə orada xidmətimin, gördüklərimin, milli liderin hərbi quruculuq sahəsində fəaliyyətinin tam reallıqla ortaya qoymaq, işıqlandırmaq fəaliyyətim idi və o da düşünürəm ki, o məsələlərdən zövq ala bildi Həsən müəllim və mən özümü təklif elədim. Məni təklif eləmədilər. Mən eşitdim ki, vakansiya var və ailə vəziyyətimlə bağlı bilirsiniz mən o qrafik sizə sərf edirdi, ona görə o qrafik mənə sərf edirdi ki, axşamlar gedib korrektura işlərini görüb və geri evimə dönürdüm. Evlatlarımın yanına ki, evdə... Həsən Həsənovdan sonra da siz fəaliyyətinizi davam elətdirdiniz. Və sona qədər 2025-ci ilə qədər. 2025-in yəni artıq Əflatun Amaşov idi baş redaktor. Siz həmin dövrdə qəzetdə çalışdığınız bir vaxtda deputatlığa namizədliyinizi verdiniz. Elədirmi? Olub, bəli. Milli Məclisin 7-ci çağırışda. Bəli. Milli Məclisi. Oradan çıxmanıza səbəb nə oldu? Həmin bu deputatlığa namizədliyiniz? Mən düşünürəm ki, indi bir şeylər deyəndə ehtimallarla danışmaq tam düzgün də deyil, amma ehtimallarım mənim çox vaxt biraz özündən razılıq olmasın, ağlım kəsir bir şeylər və intuisiyam güclü işləyir deyə bilərəm ki, o da var idi. Bir qısqanclıq var idi. Baxmayaraq ki, mən... Yəni siz baş redaktorla razılaşdırmadan namizədliyinizi vermişdiniz? Mən halal məzuniyyətimi götürüb, sərbəst şəkildə qanunvericiliyimizə, konstitusiyamıza uyğun olaraq bir vətəndaş kimi getdim namizədliyimi irəli sürdüm, bütün prosedurlardan rahat keçdim. Baxımdan hamısı sizdə yəndi. Yox, yəni mən fikirlərimi əvvəldən planlaşdırmışam deyə deyirəm bunları. Özdə məzuniyyətimi müharibə veteranı kimi mən 46 gün məzuniyyət yazılırdı mənə. Yəni adi vətəndaşlardan biraz fərqli yazılırlar biz müharibə veteranlarına məzuniyyəti. Mən bütün məzuniyyətimin vəsaitində, vaxtında ancaq o namizədliyə sərf elədim. Ona görə ki, istədim bir yerlərdə xalqıma daha faydalı olmaq üçün özümü orada gördüm. Ki, gələcəkdə müharibə bitib, qələbə qazanılıb, xalqımla yaxın olmaq, cəbhədən də ayrılıb, cəmiyyətin içinə yetmək, biləsi var kimi doğulan bir rayondan zəhmətkeş insanlarla ünsiyyətdə olmaq, onların qayğılarına maraqlanmaq mənim üçün çox maraqlı və çox vacib idi. Yox, o hissəsi aydındır. Dedim də qısqanclıq bir şeylər var idi. Bəli, qısqanclıq var idi. Yəni siz də şifahi də razılığa gəlməmişdiniz də rəhbərliklə. Mən niyə razılaşmalıyam ondan? Siz bilmirsiniz, bizim konstitusiya nə deyir? Hər kəsin seçil və seçilmək... hüquqi baxımdan doğru addım atmışsınız. Doğrudan doğru, doğru deyil. Doğrudan doğru addım atmışam. Amma indi yazılmamış qaydalar da var. Yazılmamış qaydalarla mən heç vaxt hərəkət eləməmişəm və yazılmamış qaydalarla hərəkət edən insanlara baş salmaq istəyirəm ki, qanunları dəqiq bilsinlər, konstitusiyamızın tələblərini bilsinlər, haqlarını tələb eləsinlər. Cənab Prezident onların yanı gəzib də bəzən yuxarıları və yaxud başqaları günahkar çıxardırlar. Hər kəs öz haqqını tələb eləməlidir, müdafiə eləməlidir. Və yuxarıda oturanın hüquq mühafizə orqanlarından tutmuş digər orqanlara qədər heç kimin günahı yoxdur.
Günah kim vaxtında var idi. Kim ki 100 il yaşamasa günah onun özündədir. Kim ki rahat yaşamırsa günah onun özündədir. Mən qarışıq. Bax yeri gəlmişkən siz hərbi ekspert kimi təqdim olunan Ədalət Verdiyevlə bağlı da düz yazmışdım. Müəyyən o fikirlər səsləndirmişdiniz ki, o yararsızdır filandır. Bir il keçmədən bəlli oldu ki, mən düz yazmışam. Casusluqla adam həbs olundu. Bir yerlərdə indi əfv elədilər, bağışladılar, ev dustaqlığı verdilər. Apellyasiya verdi, o da təsdiqlənmədi və mənim dediklərim də o idi ki, mənim kimlənsə qəsd qərəzliyim yox idi. Amma o sizə qarşı iddia da qaldırmışdı da. O çox iddia qaldıra bilər. Onun iddiaları qanun çərçivəsində həll olunur. O qanun da hər şeyi dəqiq, dürüst yerinə qoya bildi. Mən demişdim ki, icazə verin sözümü deyim, daha ciddi məsələləri mən deyəcəm. Hərbi ekspert o adamdan ola bilir ki, o general olsun. O brigada komandiri olsun, o korpus komandiri olsun. Ən azı polkovnik olsun. Yəni təcrübə baxımından demirəm, bəlkə də 2 ilə kiməsə general verərlər deyər, mən də hərbi ekspertəm, o da deyil. Amma hərbi qayda qanunlara, o il fərqinə, təcrübə fərqinə, general nə vaxt verilir, o məsələlərə söykənərək deyirəm ki, hərbi ekspert bir general ola bilər. Korpus komandiri ola bilər, cəbhədən, döyüşdən keçmiş insan ola bilər. O filan kəslər kimi 4 il, 5 il xidmət eləyib də bezib də ordudan az qala aradan çıxan zabit hərbi ekspert ola bilməz. Hətta mən belə 18 il orduda cəbhə səngər gəzən, döyüşün içindən real döyüşlərim var. Bəziləri kimi arayışla, kağız-küğuzla sübut eləmirəm. Mən ortadadır. Sözdə 10 ildə eyni rütbədə qaldığınız bir halda. Onu da bağışlayıram millətimə, xalqıma. Mən rütbə üçün getməmişdim. O zaten jurnalistəm. Mən rütbə fikrim də yox idi. Onu da sizə xatırladım ki, mən 1 il sonra rütbəni almışam. 1 ildə mülki işləmişəm orada. Rütbəni də ona görə aldım ki, gördüm saqqalım yoxdur, daha paqonum yoxdur, sözüm keçmir. Paqon o universitetdə aldığımız leytenant rütbəsini bərpa elətdirdim və davamlı şəkildə o rütbələr mayor rütbəsinə qədər gəldi çıxdı. Deməyim odur ki, yəni bir yerlərdə hər kəs öz yerini bilməlidir. Məsələn, mənə bəzən hərbi ekspert deyirlər, mən qəbul eləmirəm. Mən qətiyyən hərbi jurnalistəm. Vəssalam. Hələ hərbi jurnalist kimi də özümü mükəmməl hesab eləmirəm. Çalışıram üzərimdə bir yerlərdə daha yeni layihələr, məsələn mən bir layihə təklif elədim. Televiziyaların yaratmazlığın demək üçün bu da yaxşı fakt olar ki, televiziyaların birinə mən hər bir layihə təklif elədim. Dünyada analogu olmayan, bizdə belə yekə çıxmasın və bizim dilimizdən düşməyən bir sözlə bir layihə təklif eləmişdim. Səyahət verilişləri var. Bir tarixi yerləri göstərirlər, mədəniyyət abidələrini göstərirlər, bir yerləri gəzirlər, gözəllikləri, meşəsin, dağın, nə bilim düzün, çəmənliyin göstərirlər, çayın, şəlaləsin. Mən hərbi səyahət verilişi təklif eləmişdim. İstənilən bir ölkənin ordusuna, istənilən bir ölkənin müdafiə sənayesinə nə istehsal eləyir, hansı silahları istehsal eləyir, ordusu nə ilə məşğuldur, ordusu necə inkişaf eləyir və o təcrübələri ölkəmizə gətirmək, efirdən verib də zabitlərimizə faydalı olmaq, onları maarifləndirmək, onları bir yerlərə həvəsləndirmək, təcrübə mübadiləsi eləmək üçün təyyarəyə minib, min kilometrlərlə uzağa getməyib də oturub evində, televizorda və yaxud bir YouTube kanalında baxıb da bir yerlərdən faydalanmaq, təcrübə qazanmaq üçün çox mənə maraqlı bir layihə idi. Amma mənim dostlarım həmin televiziyalarda mənə dedilər ki, sənin sponsorun nədir? Aygün Kazımov ya, nə bilim kimlərəsə dedikləri sözü hərbi jurnalist, ehtiyatlı olun mayor, müharibə veteran Rahib Qəribə dedilər və mən də kağızlarımı, layihəmi qoltuğuma vurub, arxamı çevirib getdim jurnalistlər binasına. Biz neçə ildir qonşuyuq. O binada artıq 8 ildən çoxdur da. İnşallah belə qonşuluq və mehribanlıq davam eləyər. Bəli. Yəni mən bir qonşu kimi həmişə sizdən razıyam. Baxmayaraq ki, mənə birdən sözün doğrusu deyirlər ki, Rahib bəy qalmaqallı adamdır. Mən təbii ki, qəbul eləmirəm. Qalmaqallı buradadır. Yox, qalmaqallı adam, mən həmişə deyirəm ki, baxır kimin gözündə. O yaxşı bir söz dediniz. Dedim, əgər kimsə öz hüquqlarını bilmirsə, yaxud üzr istəyirəm, kiməsə yarınmaqla həyatda bir yer tutmaq istəyir, iş aşırmaq istəyirsə, təbii ki, o Rahib bəyin prinsiplərinə, əqidəsinə, yaşam tərzinə ziddir. O adamlarla barışmaz mövqedədir. O adamlarla sözü, necə deyirlər, üst-üstə, nəinki üst-üstə düşmür, hətta çəp gəlir və bunun üstündə bəzən sosial şəbəkədə müəyyən o çalışam həqiqətləri yazın və düşünürəm ki, həqiqətləri yazın. Çılpaqlığı ilə nə isə yazırsınız. Amma mənə elə gəlir ki, siz bəzən hədsiz çılpaqlığı ilə yazırsınız da.
Siz necədir? Bayaq dediyim bəzi məsələlərin müddəti asta-usta diplomatik şəkildə. Bəzi məhsulların müddəti çıxandan sonra Allah uzaq eləsin adam zəhərlənir. Bəzi məsələlərin də müddəti çıxandan sonra gec olanda adam zəhərli danışır. Belə ifadə eləyim də fikrimi. Və biraz da yanıb yaxılır ki, onu vaxtında o məsələlərdən birini xatırladım və konkret və bizim sahəmizə jurnalistika aiddir və sizə də aidiyyəti olacaq bu məsələnin. Deyirlər, hamı jurnalist ola bilər. Razıyam. Paşa Qəlbinur da səhv eləmirəmsə bizim həkim göz həkimi, şairdir. Amma həm də göz həkimidir, özü də tanınmış göz həkimidir, ölkədə tanınmış, ölkə kənarında tanınmış. Böyük jurnalistlər var ki, məsələn, kənd təsərrüfatı işçisidir. Şəxsən mən Yardımlı rayonu Yeniçəni qəzetində kənd təsərrüfatı şöbəsi vardı, onun müdürü aqronom idi. Gəncədə, o vaxt Kirabat deyilən indi Gəncəmizdə kənd təsərrüfatı institutunu bitirmişdi və o şöbəyə də çox gözəl rəhbərlik eləyirdi. Onun yazdığı məqaləni mən yaza bilməzdim. Çünki kənd təsərrüfatını gözəl bilirdi və safxozların, kolxozların idarə etmə sistemini bilirdi, filanı bilirdi. O oturub məsələn bir qranka deyəndə bir səhifə bir şey yazınca mən bir cümlə yaza bilməzdim. Qəbul edirəm. O ixtisaslaşmışdı. Və digər örnəklər də gətirə bilərəm. Yoxsa hamı jurnalist ola bilər, o şərt deyil ki. Hamı jurnalist ola bilər demişik və gəlib bəziləri jurnalist olub. Ona görə də mətbuat qara gündədir. Nə qəzetlərdə yazan var. Saytlarda da bir kimsə normal bir jurnalist var, düşünən, beynini işlədə bilən, o Anadolu türkləri qardaşlarımız demişkən qafası işləyən biri yazır, hamısı ondan kopyalayır. Yəni yeni bir şey yazmaq, ona bir münasibət, bəlkə o səhv yazır. Sən ona yanlışlığını ortaya çıxara bilərsən. O vaxtda düşünmək belə imkanı, şansı və fikri yoxdur heç kimin. Jurnalist buna görə inkişaf eləmir. Və hər kəs jurnalist ola bilər tezisini ortaya qoyan özü jurnalist deyil 100%. Razıyam. Və siz də yeri gəlmişkən sizə dedim aidiyyəti olacaq. İnsəat institutunda vaxtında universitet deyildi, institutunu bitirmişsiniz. Amma sizin yaradıcılıq qabiliyyətiniz var. Və jurnalistikaya belə deyək də addım atmısınız. Və bütün məni çıxmaq şərtindən, bəzi məqamları çıxmaq şərtindən əsasən sənət mədəniyyət insanlarından çox mükəmməl araşdırmalar, mükəmməl müsahibələr və verilişlər ortaya qoyursunuz. Bu da çox qəbul olunandır. Mədəniyyət sahəsində, sənət sahəsində mən siz qədər bilə bilmərəm. Estağfurullah. Yaxşı, söhbətimizin yekunlaşmağına doğru İndi qarşıda sizi nə gözləyir? Daha doğrusu biz sizdən nə həyatı bitirmək gözləyir. Biz sizdən nə gözləyək? Bu qalmaqallar yəqin ki da mən yeri gəlmişkən çox tutarlı bilməm məlumatınız var yoxsa sizin nə intuisiyonunuz gözüdür? Mən qarşıda məni çox gözəl bir iş gözləyir. İnşallah baş tutsun Cənab Ali Baş Komandanın hörmətli və qalib müzəffər prezidentimizin sayəsində inşallah. Müraciət eləmişəm. Həyatının bir 30 ilindən çoxunu cəbhəyə, səngərlərə həsr eləyən, Qarabağda savaşan oğullarla çiyin-çiyinə dayanan Rahib Qəribsin, məsələn, mən üçün fəxr olar ki, bugün Xankəndi Şuşa televiziyasında çalışır, müxbir kimi, adi bir texnik kimi də çalışıram. Valla qapıda keşikçi kimi də qoysalar, o mühafizəçi kimi, keşke orada olum, kiməsə bir kömək eləyə bilərəm, falan eləyə bilərəm, yəni səmimi deyirəm mən. Və müraciət eləmişəm bir yerlərdən, hələ bir yerlərdən səs çıxmır. Cənab Prezidentə onlayn yazdığım müraciətlər dedilər spama düşüb. O Cənab Prezidentə yazılan şeylər necə spama düşür, mənə qəribə gəlir. Və birilərinə də zarafat yana dedim ki, qədimdə poçt göyərçinləri var idi. Məcburam göyərçinin ayağına bağlayıb göndərəm ki, spama düşməsini heç kim görməsin, amma onu da göydə vurmayın. Qoy getsin, Cənab Prezident mənim sorağımı çatdırsın. Yəni, bu qədər belə bəsit. Mən dediyim kimi, bir yerlərdə özümü tərifləmirəm. Desinlər də, mənə meydan versinlər, bacarığımı göstərim və o imkanlarım olması bir kəlmə belə eləmərəm. İnşallah da ümid edirəm mən Xankəndidə və yaxud Şuşada zamanında o separatçı rejimin, işğalçıların bizə meydan oxuduğu, hədyan dediyi məsələlərin cavabını vermək məqamında olacağam və oradan efirə çıxıb sizi hamınızı salamlayacağam. Və qələbəmizin qədrini bilən, o torpaqda şəhid olan övladlarımızın ruhu şad olacaq düşünürəm ki, və onların doğmalarını oradan xoş soraq çatdıracağam Qarabağın inkişafı ilə bağlı, Qarabağın çiçəklənməsi, böyüməsi bu günü ilə bağlı. Gələcək planım ancaq budur. Mən də güman edirəm ki, o gün uzaqda deyil və Allahın köməkliyi ilə bu arzunuz gerçəkləşəndən sonra yenidən bizə nəsib olar, bölüşərik. Sağ olun. Təşəkkür edirəm gəldiyiniz üçün. Mən sizə təşəkkür edirəm. Sahib seçib dəvət elədiyinizə görə uğurlar sizə də. Sağ olun. Əziz izləyicilər, belə ilə daha bir görüşümüz sona yetdi. Kanalımıza abunə olmağı, fikir və təkliflərinizi yazmağı, bəyənməyi
unutmayın. Sağ olun, Allah'a emanet.